Əziz tələbələr, müəllimlər və peşəkarlar, sizi Amerika Birləşmiş Ştatlarından, daha dəqiq desək, Chartered College Education Institute'dan salamlayıram. Bugün sizinlə müasir dövrdə insan inkişafının əsasını təşkil edən 3 mühüm anlayış haqqında danışacağıq. Həyat dizaynı, dizayn düşüncəsi və yaradıcı adaptiv liderlik. Bu anlayışlar artıq yalnız nəzəri mövzuları deyil. Bugün onlar Harvard, Stanford və digər aparıcı universitetlərdə liderlik, dövlət idarəçiliyi və insan inkişafı proqramlarının əsas təməlini təşkil edir. Əslində bu düşüncə yeni deyil. Hələ qədim Yunan filosofu Sokrat deyirdi, öyrənilməmiş həyatı yaşamağa dəyməz. Bugün bu fikir həyat dizaynının əsas fəlsəfəsinə çevrilib. Yəni, həyat dizaynı insanın öz həyatına təsadüfi proses kimi deyil, şuurlu şəkildə formalaşdırılan bir sistem kimi yanaşmasıdır. Burada əsas məqsəd tək bir peşə seçmək yox. İnsanın öz dəyərlərini, maraqlarını, güclü tərəflərini və həyat prioritetlərini dərindən anlamasıdır. Burada Alman filosofu Friedrich Nietzsche'nin bir yanaşmasında belə ifadə edirdi. Kim olduğunuzu tapmayın, kim olacağınızı yaradın. Bugün bu düşüncə dizayn düşüncəsinin, yəni design thinking'in mərkəzində dayanır. Dizayn düşüncəsi isə bizə problemi dərhal həll etməyi deyil, əvvəlcə onu düzgün anlamağı öyrədir. Bu model empatiya, problemin müəyyənləşdirilməsi, ideyaların yaradılması, prototipləşdirmə və test mərhələlərindən ibarətdir. Buna həyata tətbiq etdikdə bu yanaşma insana tək bir düzgün yol axtarmağı yox, alternativ həyat senarilərini qurmağa və qərarlarını kiçik təcrübələr vasitəsilə sınamağa öyrədir. Bu mərhələdə təbii ki, yaradıcı liderlik anlayışı formalaşır. Yəni, yaradıcı liderlik nədir? Yeni ideyaları irəli sürmək bacarır. Lakin bu yalnız yaradıcı demək deyil. Bu mövcud düşüncə çərçivələrini sorğulamaq, stereotipləri aşmaq və fərqli yanaşmalar formalaşdırmaq bacarığıdır. Yaradıcı liderlər biz bunu həmişə belə etmişik düşüncəsiyle kifayətlənmirlər. Onlar dəyişən dünyada, dəyişən mühitdə yeni imkanları görməyi bacarırlar. Lakin müasir dövrdə tək ideya yaratmaq kifayət etmir. Bu nöqtədə adaptiv liderlik ön plana çıxır. Harvard alimlərinin vurğuladığı kimi adaptiv liderlik qeyri-müəyyənlik şəraitində insanları öyrənməyə cəlb etmək, davranışları dəyişmək və davamlı uyğunlaşmanı idarə etmək bacarığıdır. Bu iki yanaşma, yaradıcı və adaptiv liderlik bir-birini tamamlayır. Biri ideyanı yaradır, digəri isə bu ideyanı real mühitə uyğunlaşdırır. Bu fikri biz Steve Jobs'ın çox sadə amma dərin şəkildə vəd etdiyi kimi sən nöqtələri irəli baxaraq birləşdirə bilməzsən, onları yalnız geriyə baxanda anlaya bilərsən. Yəni bugün atdığınız addımların mənası bəzən yalnız zamanla aydın olur. Təbii ki, əgər öyrənirsinizsə. Məhz bu yanaşmalar əsasında biz Amerikada öz institutumuzun tərkibində həyat dizayn laboratoriyası və əlaqəli öyrənmə proqramları yaratdıq. Əslində bu da dizayn düşüncəsinin məhsuludur. Yəni real ehtiyacdan yaranmış, sınaqdan keçirilmiş və davamlı şəkildə inkişafı etdirilə bilən öyrənmə modelidir. Adımızda ilk dəfə olaraq biz bu bilikləri özünə öyrətmə formatında, yəni hər bir insanın öz tempinə uyğun, refleks və praktik tapşırıqlar üzərindən əlçatan etdik. Və məhz burada bizim məqsədimiz hazır cavablar vermək deyil, düşünmə bacarığını formalaşdırmaqdır. Çünki insan düşünməyi öyrəndikdə dəyişən dünyada öz yolunu daha şüurlu şəkildə dizayn edə bilər. Əgər siz də bu sahələr üzrə bilik və bacarıqlarınızı artırmaq, öz inkişaf yolunuzu daha məqsədyönlü şəkildə qurmaq istəyirsinizsə, təbii ki, bizim öyrənmə və inkişaf proqramlarımıza qoşula bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.